Bir ananın min arzusu, taleyi, alın yazısı, doğması, etibarlısı, əziz oğlu surətidir. Əziyyətinə qatlandı, böyüdükcə o şadlandı, baba adıyla adlandı, baba adı surətidir. Anaya sevinç gətirdi, ali məktəbi bitirdi, vətənə özünü yetirdi, öndə gedən surətidir. Müharibə ilə üzləşdi, həyat getdikcə sərtləşdi, anasından da gizlətdi, sir saxlayan surətidir. Payızın sərt çağlarında, ağır çəkmə ayağında, ana vətən sorağında, haray çəkən surətidir. Nə çəkdisə özü bildi, düşmənin üzünə güldü, torpağımızdan süpürdü, bu mərd oğul surətidir. Düşməni lərzəyə saldı, ana torpağını aldı, əskərim qələbə çaldı, biri bizim surətidir. Medalları ilə qayıtdı, zəfər arzusuna çatdı, sevincinin həddi yoxdur, artıq cəsur surətidir.